Baxın, qiyamət günü mən deyirəm bir hesab olacaqsa, orada iki hesabdan söhbət gedəcək. Bir, insanın öz hesabı, niyə insanlıqdan çıxdın? İnsanlıqdan çıxmış insanın hesabı, niyə çıxdın? Bir də insanı insanlıqdan çıxardanın hesabı. Çox maraqlıdır. İki dənə hesab var. Bir, ortada günah var, insanlıqdan çıxma. Amma iki hesab var. Bu insana deyirlər ki, sən niyə çıxdın insanlıqdan? Yəni, bu insana da bəraət qazandırmırlar. Məsələ budur. Ədalətli olan budur. Yəni, bu o demək deyil ki, biz insanlıqdan çıxmış insana bəraət qazandıraq, deyək ki, hə də, bunu məcbur elədilər, çıxdı, yox. Deyir, mərdi qova-qova namərd eləyərlər, yox, səni nə qədər qovurlar qovsun, sən namərd olmayacaqsan. Bunun da bir hesabı var. Qovurdular, tamam, niyə sən namərd oldun, niyə sən insanlıqdan çıxdın? Amma bu günahın ikinci tərəfi də var, insanlıqdan çıxardan, o qovanlar. Siz niyə insanlıqdan çıxartdınız? Məsələ budur. Hər iki tərəf öz məsuliyyətini götürməlidir.